Salam əziz beşincilər, beşincilərin valideynləri, artıq rəylərdə bildirirsiniz təşəkkürlərinizi. Mən də sizə təşəkkür edirəm ki, əziyyəti dəyərləndirirsiniz, dərsləri bəyənirsiniz. İnşallah daha böyük kütləyə çataram. Daha çox uşaqların bu videolardan yararlanması üçün mənə dəstək olsanız çox sevinərəm. Bugün sizə 16-cı mövzunu izah edəcəm. 16-cı mövzunun birinci hissəsini izah edib YouTube-a yükləmişəm. Mövzu geniş olduğundan elə məktəblərdə də 2 hissəli tədris olunur. Birlik yoxdursa, dirlik yoxdur. Bu mövzunun İrəvanla bağlı olan hissələrini izah edəcəm. Dərsə keçməmişdən qabaq maraqlı bir video tapmışam sizin üçün. Onu birlikdə izləyək. Yəqin ki, İrəvanda xalq qalmadı mahnısını əksəriyyətiniz eşitmisiniz. Bu mahnının tarixi ilə bağlı, necə yaranmasına bağlı bir versiya var. Gəlin onu birlikdə dinləyək. Versiyaya görə isə 1827-ci il oktyabrın 6-sında Paskeviçin komandanlığı altında Rus ordusu uzun sürən mühasirədən sonra İrəvan qalasını işğal edir. Qəzəblənmiş Rus generalı İrəvan qalasını təslim etməmiş, sona qədər mübarizə aparmış Həsən xan və oğlunu öldürür. Qətldən sonra Paskeviç gecənin düşməsindən istifadə edərək xan və oğlunun dəfni üçün İrəvanın Şeyx Üslamını çağırır. Hadisə yerinə gələn şeyx xan və oğlunun yan-yana qoyulmuş meyidlərini görüb nə edəcəyini bilmir. Haqqında söhbət açdığımız mahnının sözləri əslində Şeyxlə Paskeviçin dialoqunu əks etdirir. Xalqın şifahi yaddaşında bu faciəvi hadisə bu cür dastanlaşır. Şeyxin dilindən. İrəvanda xan qalmadı, o xan nə xandır ora düzdürmüsən? De görüm, nə xandır qoşa düzdürmüsən? Daha məndə can qalmadı, o xan nə xandır ora düzdürmüsən? De görüm, nə xandır qoşa düzdürmüsən? Paskeviçin dilindən isə çar mənim, xan mənim, ixtiyar mənim, xalqa nə borcdur, belə düzdürmüşəm. Çarım deyibdir, qoşa düzdürmüşəm, sözləri deyilir. Həqiqətən də bu hadisədən sonra İrəvanda xan qalmadı. Belə ki, Ermənistan Sovet Ensiklopediyasının 3-cü cildində də qeyd edilir ki, 14-cü əsrdən 1827-ci ilə qədər İrəvan hakimləri arasında bir dənə də erməni olmadığı kimi, 1827-ci ildən etibarən isə burada ümumiyyətlə xan olmur. Bir müddət sonra 1828-ci ildə xanlıq tamamilə ləğv edilərək Çar Rusiyasının tərkibinə qatılır. Təsadüfi deyil ki, ötən əsrin 70-80-ci illərinə kimi heç kim toylarda insanların bu mahnıya oynadığına şahid olmayıb. Çünki bu xalq yaradıcılığı nümunəsi əslində bir faciəni şərh edirdi. Təxmin etmək çətin deyil ki, bu ürək dağlayan mahnının sözləri Sovet dövründə təhrif edilib. Bu qəbildən olan musiqi nümunələrimizə Qarabağ şikəstəsi, Şuşanın dağları kimi bir çox misal göstərmək olar. Hazırda müzakirə mövzusu olan mahnıda da xan kəlməsi xal sözü ilə, çar kəlməsi isə yar sözü ilə əvəzlənib. Çox güman ki, xanəndə Cabbar Qaryağdıoğlu da bu xalq mahnısı unudulmasın deyə yeni formada səsləndirib. Yəni, məzmuna zidd olmayan bir-iki bənd əlavə edib. Mahnının yeganə düzgün oxunuş variantı İrəvanda xan qalmadı versiyası isə xanəndə Qədir Rüstəmova məxsusdur. Uşaqlar, yəqin ki, videoya axıra qədər baxdınız. İndi biz dərsi izah eləyərkən mütləq o videoya, o mahnıya toxunacağıq. İndi keçək dərsin izahına. İrəvanda xan qalmadı. İrəvan şəhəri öz adını onun qurucusu olan Rəvan xanın adından götürüb. Səfəvilər dövlətinin qurucusu Şah İsmayılın göstərişi ilə Rəvan xan Zəngi çayının yaxınlığında
ətrafı dağlarla əhatə olunmuş ərazidə yeni qala tikdirir. Qala 2 qat müdafiə divarları ilə qorunurdu. Səfəvilər dövründə İrəvan şəhəri Çuxursəd bəylərbəyliyinin mərkəzi olmuş, zaman keçdikcə böyüyərək şəhərə çevrilmişdi. Gəlin xəritədə baxaq. Hətta mən sizə keçən səfər Qarabağ bəylərbəyliyini, Nadirin ölümündən sonra isə burada 2 xanlığın yaranmağından danışmışdım. İndi isə Çuxursəd bəylərbəyliyini izah edirəm. Çuxursəd bəylərbəyliyinin mərkəzi İrəvan şəhəri idi. Amma Nadirin ölümündən sonra, Azərbaycanda xanlıqlar dövrü yaranandan sonra İrəvanda müstəqil xanlıq yaranmışdı, mərkəzi də elə İrəvan şəhəri idi. Demək, kimin ölümündən sonra Azərbaycanda xanlıqlar yaranmışdı? Nadirin ölümündən sonra. Elə İrəvan xanlığının mərkəzi hansı şəhər idi? İrəvan şəhəri. Xanlığı ilk vaxtlar Əfşarlar sülaləsi, sonralar isə Qacarlar sülaləsinin nümayəndələri idarə edirdi. Azərbaycan dilində R hərfi ilə başlayan sözləri tələffüz edərkən bəzən bəzi bölgələrdə qarşısına İ hərfi əlavə olunur. Məsələn, İrza, İrəvan. Rəvan qalası da yavaş-yavaş beləlikcə İrəvan olmuşdu. O dövrün mənbələri İrəvanda 4 böyük məhəllə olduğu haqqında məlumatlar verir. Köhnə şəhər, Dəmirbulaq, Qala və Təpəbaşı məhəllələri. Hazırda onlardan yalnız Təpəbaşı məhəlləsinin xarabalıqları qalmaqdadır. Mühüm strateji mövqeyinə görə İrəvan qalası tez-tez hücumlara məruz qalırdı. Xüsusilə Səfəvi Osmanlı müharibələri dövründə şəhər əldən ələ keçmişdi, yəni gah Səfəvilərə, gah Osmanlılara qalmışdı. Osmanlı müəlliflərindən biri bu məkanı belə tərif edirdi. İran və Turanın şərəfi, Naxçıvan və Şirvanın qapısı, Azərbaycan mülkünün həsad doğuran Rəvan qalası. Rus işğalına qədər şəhərin özündə erməni əhalisi yaşamırdı. Şəhər ətrafındakı 3 kilsədə yaşayan az saylı ermənilər burada işləməyə gəlmişdilər buraya. Onların 3 kilsədə məskunlaşmasına, işləməsinə, yaşamasına bir qism erməni ailəsinin təbii ki, icazə vermişdi 15-ci əsrdə Qaraqoyunlu hökmdarı Cahanşah. Və onlar burada yaşadığı müddətdə Azərbaycan hökmdarları onların dinlərinə, dillərinə toxunmamış və hətta onları himayə etmişdilər. Müstəqil xanlıq yaranandan sonra İrəvan sənətkarlıq və ticarət mərkəzinə çevrilir. Şəhərdə çoxlu karvansaralar, dükanlar var idi. İrəvan xanları burada müxtəlif memarlıq abidələri, məscidlər tikmişdilər. Xanlıqlar dövründə tikilmiş İrəvanda əsas memarlıq abidələri. Sərdar sarayı, güzgülü salon, şəkillərini isə göstərəcəm. Baxın, Xan sarayının interyeri. 18-ci yüzillikdə xanlığın mərkəzində 8 məscid, 7 karvansara, 800-dən çox dükan var idi. Səyyahların verdiyi bu məlumatlar bizim üçün çox dəyərlidir. O dövrün İrəvan şəhərini təsvir etməyə kömək edir. O dövrün səyyahları qeyd edirdilər ki, şəhər bütünlüklə üzüm, ərik, müxtəlif növ meyvə bağları ilə əhatələnmişdi. Xanlığın ərazisi heyvandarlığın inkişafı üçün əlverişli idi. Buradan Arpa çay, Zəngi çayı, Oxtu çayı axırdı. Göyçə gölünün balıqları dadı və ləzzəti ilə məşhur idi. Çox təəssüf ki, həmən o Göyçə gölü hal-hazırda ermənilər tərəfindən dəyişdirilib və adı Sevan gölü adlanır. 19-cu əsrin əvvəllərində Rusiya Azərbaycan torpaqlarının işğalına başladı. Rusiyanın əsas hücum hədəflərindən biri də İrəvan xanlığı idi. İrəvan qalası 2 dəfə mühasirəyə alınsa da, Rus qoşunları məğlub edilərək geri çəkilmişdi. Baxın uşaqlar, söhbət 19-cu əsrdən gedir.
1813-cü illəri əhatə edən Azərbaycan xanlıqları uğrunda 1-ci Rus-Qacar müharibəsi olub. Bu müharibə zamanı İrəvan şəhəri 2 dəfə mühasirəyə alınsa da ələ keçirilə bilməmişdi. İrəvan şəhəri 2-ci Rus-Qacar müharibəsində ələ keçirilir 1827-ci ildə. Yəni 1804-cü ildən 1827-ci ilə qədər bu qala müdafiə olunmuşdu. Ruslar tərəfindən 23 il sonra ələ keçirilə bilmişdi. Ona görə də Ruslar bura alınmaz qala deyirdilər. Bir də deyirik, 1827-ci ildə İrəvan xanlığı Ruslar tərəfindən işğal olunmuşdu. Ruslar İrəvan xanına təklif olma tələbi göndərsələr də o bu təklifi rədd etmişdi. Mühasirəyə alınan şəhər 2 aya yaxın böyük qüvvə ilə hücum edən Rusların hücumunu dəf edirdi. Lakin şəhərin müdafiəçilərinin sayı seyrəlir, silah-sursat tükənirdi. Niyə uşaqlar? Biz bilirik ki, xanlıqlar dövründə Azərbaycanda vahid dövlət yox idi və hər bir xanlıq ayrı-ayrılıqda mübarizə aparmalı olurdu. Yəni, Azərbaycanda siyasi dağınıqlıq dövrü var idi. Mövcudluğu boyunca çoxsaylı yürüşlərə sinə gələn qəhrəman İrəvan qalası böyük imperiya qüvvələri qarşısında tək və köməksiz qalmışdı. Çünki artıq Ruslar xanlıqların böyük əksəriyyətini işğal etmişdi. Ruslar qala divarlarının bir hissəsini dağıdıb şəhərə daxil olmuş ola bilmişdilər. İrəvan şəhəri işğal olundu. Xan əsir götürüldü. Artıq İrəvanda xan qalmamışdı. Demək, uşaqlar, İrəvanın Ruslar tərəfindən işğalından sonra bu şəhərə kütləvi şəkildə ermənilər köçürülürdü. Ermənilərin burada ilk məskunlaşmasına icazə 15-ci əsrdə verilsə də, burada ermənilərin sayı çox az idi. Lakin 1827-ci ildən sonra isə buraya kütləvi köç olmuşdu. Çar Rusiyası erməniləri Türkiyə ərazisindən və İran ərazisindən Qərbi Azərbaycana kütləvi şəkildə köç etməyə başlamışdı. Və çox təəssüf ki, 1918-ci ildə İrəvan erməni dövlətinin mərkəzinə çevrilmişdi. Baxaq addım-addım mərhələlərə. 15-ci əsrdə ilk ermənilər gəlmişdi İrəvan şəhərinə. 1827-də Ruslar işğal olunandan sonra bura kütləvi erməni köçü olmuşdu. 1918-ci ildə isə Ermənistan dövlət yaradarkən onun paytaxtı İrəvan şəhəri oldu. Və Sovet dövrü dediyimiz dövr 1920-1991-ci illəri əhatə edir. Azərbaycan torpaqları addım-addım alınıb qonşu respublikalara hədiyyə olunurdu. Eləcə də Ermənistana. Amma bu Sovet dövrü dediyimiz dönəmdə bu torpaqlar Ermənistana hədiyyə olunsa da, Azərbaycan xalqı orada yaşamağa davam eləyirdi. Biz onlara Qərbi Azərbaycanlı deyirik. Yaşamağa davam eləyirdilər. Amma 1988-ci ildən etibarən Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların faciəsi başladı. Niyə faciəsi başladı? 1988-ci ildə Ermənistanda yaşayan, yəni Qərbi Azərbaycanda yaşayan Azərbaycan ailələri deportasiya olunmağa başlandı. Onlar öz ərazisindən, ata-baba yurdlarından zorla köçürüldü. Keçmiş İrəvan xanlığı ərazisində mövcud olan abidələrimiz dağıdıldı, yer adları dəyişdirildi. Baxın o dağıdılan abidələrə. Bu Xan Sarayının güzgülü zalından bir görünüşdür. Təbii ki, indi yoxdur, amma fotolarda, mənbələrdə şəkilləri var. Daxili divarı, güzgülü zalın başqa çəkilmiş fotosu. Bu isə Xan Sarayının elə 1912-ci ildəki şəkli.
bu baxımsız vəziyyətdə olduğu dövr, daxildən görünüşü, uzaqdan çəkiliş. Demək, işğal etdiyi bölgələrdə mədəniyyət abidələrini dağıdan, yandıran xalq necə adlanırdı? Vandal. Niyə ermənilərə də vandal deyirdilər? Çünki onlar Ermənistanda Azərbaycanlılara məxsus məscidləri dağıdır, abidələri yandırırdılar və çalışırdılar ki, Azərbaycanlıların orada heç bir izi qalmasın. Ermənistan Azərbaycanlıların deportasiyasından sonra mono etnik dövlətə çevrildi. Yəni, Qafqaz kimi rəngarəng bir bölgədə, Qafqaz deyəndə mən Cənubi Qafqaz deyəndə nəyi nəzərdə tuturam? Azərbaycan, Ermənistan və Gürcüstan. Cənubi Qafqaz ölkələri sayılır. Qafqaz kimi bir rəngarəng bir ölkədə, məsələn Gürcüstan olsun, Azərbaycan olsun, nə qədər müxtəlif xalqlar yaşayır, müxtəlif etnik tərkibə malik xalqlar yaşayır. Amma Ermənistan necə dövlətdir? Monoetnik dövlətdir. Biz belə dövlətlərə oyuncaq dövlət deyirik. Yəni sonradan yaranmış dövlətlər sayılır. Demək, 1988-ci ildən etibarən Qərbi Azərbaycanda yaşayan Azərbaycan xalqı güclə ata-baba torpaqlarından qovuldu. Nə adlanırdı? Əhalinin zorla köçürülməsi, deportasiya. Daha sonra ermənilər nə etdilər? Buradakı yer adlarını dəyişdirdilər, toponomiyaları dəyişdirdilər, məscidləri dağıtdılar, abidələri məhv elədilər. Nadir Şahın ölümündən sonra ölkənin xanlıqlara parçalanması, daxili çəkişmələr və ən əsas cümlə xanlar arasında birliyin olmaması Azərbaycanın işğalını asanlaşdırmışdı. Faciəmiz də elə buradan başlamışdı. Atalarımız yaxşı deyib. Birlik olmayan yerdə dirlik də olmaz. Tarix kimləri sevir? Ondan dərs çıxaranları. Əziz şagirdlər, siz keçmişdə yol verilən səhvləri bilməli, tariximizi dərindən öyrənməli və onların təkrar olunmasına imkan verməməlisiniz. Yəni, erməniləri düşmənimiz kimi tanıyıb və hər zaman onlarla ehtiyatlı davranmalısınız. Bu hissə müəllimlərə aiddir. Tədqiqatı apararkən xanlıqlar haqqında məlumatlardır. Uşaqlar, artıq birinci hissəni də izah etmişəm deyə burada Şəki xanlığı, Qarabağ xanlığı haqqında da sualların olması normaldır. Eyni zamanda İrəvan xanlığının. Gəlin suallara cavab verək birgə. Hacı Çələbi xan Borçalını kimlərdən geri almışdı? Gürcülərdən. Hansı ki, Gürcülər Azərbaycan torpaqlarını işğal etməyə çalışır. Xanlığı gücləndirəndən sonra Gürcülərlə müharibə aparmış və bu əraziləri geri almışdı. Rusiya İrəvan xanlığını nə vaxt ələ keçirdi? Çox təəssüf ki, 1827-ci ildə. Hələ Nadir Şahın sağlığında yaranan ilk xanlıq hansı idi? Hacı Çələbinin yaratdığı Şəki xanlığı. Ermənilərin 3 kilsədə məskunlaşmasına kim icazə vermişdi? Qaraqoyunlu hökmdarı Cahanşah. Kürəkçə müqaviləsi ilə nə baş vermişdi? Çox təəssüf ki, 1805-ci ildə Qarabağ xanı bu müqavilə ilə Rusiyanın himayəsinə keçməyinə razılıq vermişdi. Halbuki Qarabağ xanlığı güclü idi. O, Rusiyaya tabe olmaqdansa döyüşməyi seçməli idi, digər xanlarla birləşməli idi. Amma onlar ayrı-ayrılıqda mübarizə aparmalı oldular. Kürəkçə müqaviləsindən sonra Qarabağa ermənilər köçürülməyə davam etdi. Ermənilərin İrəvana kütləvi köçü necə baş verdi? İrəvan xanlığı Rusiya tərəfindən işğal olunub, bir il sonra ləğv olunandan sonra erməniləri kütləvi şəkildə İrəvanda məskunlaşdırdı. Həm də ermənilər Rus-Qacar müharibəsi zamanı ruslara kömək etdiklərinə görə bu bir onlara mükafat idi. Azərbaycanın zəngin torpaqlarına köçürülməsi. Rus imperiyasının köçürtmə siyasətinin məqsədi nə idi? Ruslar istəyirdilər ki, burada ermənilərin sayı çoxalsın. Çünki onlara ermənilər Qafqazda həmişə qalmağa imkan yaradacaqdılar. Hətta Rusiya, erməni, azərbaycanlılar
Bunlar arasında parçala və hökmranlıq et siyasəti aparırdı. Yəni bu iki xalqı bir-birinə qırdırıb həmişə bu regionda qalması üçün çalışırdı. Xankəndi necə Stepanakert oldu? Bilirsiniz ki, Sovet dövründə Dağlıq Qarabağda ermənilərə muxtar ərazi statusu verilmişdi. Heç bir ehtiyac olmadan Dağlıq Qarabağ süni bir problem yaradılmışdı və ermənilərə muxtariyyət veriləndən sonra onu da mərkəzi Xankəndi şəhərini seçdilər. Adını da dəyişdirib bir müddət sonra Stepanakert qoydular. Qərbi Azərbaycandan Azərbaycanlıların kütləvi köçü, ikinci köçü 1988-ci ildə baş verib. Uşaqlar, bəzən eşidirsiniz yeraltı sözünü. Əslində burada nə nəzərdə tutulur? Yerevan Azərbaycanlıları, yəni Qərbi Azərbaycanlılar. Həmən 1988-ci ildə deportasiya olunan insanlardır. Şuşanı nə üçün Qafqazın konservatoriyası adlandırırlar? Təbii ki, Şuşada çoxlu xanəndələr, muğam ifaçıları, bəstəkarlar olub. Məhz buna görə. Qarabağ xanı Pənahəli xan hansı qalaları tikdirmişdi? Şahbulaq, Bayat, Şuşa qalalarını. İrəvan adı necə yaranmışdı? Bunu da bayaq dedim. Rəvanqulu xanın İsmailin göstərişi ilə Rəvanqulu xan burada qala tikdirmişdi. R ilə başlayan sözlərə də Qərbi Azərbaycanlılar İ hərfini artırırlar. Ona görə Rəvan qalası yavaş-yavaş İrəvan adlanmağa başlamışdı. Nadir Şahın ölümü nəyə səbəb olmuşdu? Azərbaycanın parçalanmasına, xanlıqlar dövrünün yaranmasına, siyasi dağınıqlığın olmasına. Qarabağ bəylərbəyliyinin mərkəzi Səfəvilər dövründə Gəncə şəhəri idi. Amma Qarabağ xanlığının mərkəzi xanlıqlar dövründə Şuşa şəhəri idi. Hansı şəhərə Pənahabad deyirdilər? Elə Şuşa şəhərinə. İrəvan xanlığını hansı tayfalar idarə etmişdi? Qacarlar və Əfşarlar. Hansı şəhər Qarabağın üzük qaşı hesab olunurdu? Təbii ki, Şuşa. 1827, 1988, 1805, 1752. Bunları 100 illiyə çevirmək çox asandır. 19-cu əsr, 20-ci əsr, yenə 19, 18. Yəni 1700 tamamlanıbsa 17 əsr tamamdır. Artıq 1701 olan kimi biz buna 18-ci əsr deyirik. 1827-ci il neçənci min illikdir? Bu ikinci min illiyə düşür. Nəyə görə? Çünki 1-dən 1000-ə qədər birinci min illik, 1001-dən 2000-ə qədər ikinci min illik sayılır. Xronoloji ardıcıllığı düzün. Türkmənçay müqaviləsi 1828. Şuşa qalasının tikilməsi 1757. Yəni 18-ci əsrin 50-ci illəri. Kürəkçay müqaviləsi 1805. İrəvanın işğalı 1827. Gülüstan müqaviləsi 1813. Cavab nə ilə başlayacaq? 2, 3, 5, 4, 1. Xronoloji ardıcıllıq nədir? Hadisələrin baş vermə ardıcıllığı. Bunları uşaqlar özünüz cavablandıra bilərsiniz. Yəqin ki, Azərbaycanlılara məxsus abidələri niyə ermənilər məhv edirdi? Azərbaycanlıların orada izinin qalmağını istəmirdilər. Hətta toponomiyaları belə dəyişdirirdilər. İrəvan xanlığının əhalisinin Azərbaycan türklərindən ibarət olması onu sübut edir ki, ermənilər buranın yerli sakinləri deyil. Buraya köçürülüblər müxtəlif məqsədlərlə. Niyə Azərbaycan Rusiya tərəfindən asanlıqla işğal olundu? Yenə qeyd edirəm. Xanlıqlar dövrü idi, vahid dövlət yox idi, siyasi dağınıqlıq idi. Hamı ayrı-ayrı mübarizə aparırdı. Birlik olmayan yerdə dirlik olmaz. Elə biz bunun şahidi olduq. Amma Azərbaycanda vahid dövlət olsaydı, hamı birgə mübarizə aparsaydı, Azərbaycan Rusiya tərəfindən işğal olunmazdı. Və biz elə dərsdə hansı nəsihəti öyrəndik? Tarix ondan dərs çıxaranları sevir.
Yəni biz xanlıqlar dövrünü artıq dərk elədik. Biz də bir çalışmalıyıq ki, heç vaxt Azərbaycanda siyasi dağınıqlıq olmasın, ölkəmiz parçalanmasın. Qarabağ, Şəki və İrəvan xanlıqlarının ərazisini müxtəlif rənglərlə kontur xəritədə işarələyin. Qarabağ xanlığı, İrəvan xanlığı, Şəki. Bunu kitabdakı xəritə ilə edə bilərsiniz. Bu da yenə müəllimlərə aid olan hissədir, qiymətləndirmə ilə bağlı. Ev tapşırığı olaraq isə uşaqlar sizə xanlıqlar dövründə olan Şəki Xan Sarayı olsun, İrəvanda Sərdar Sarayı olsun, Şuşa qalası olsun. Bununla bağlı araşdırma tapşırıram. Ümid edirəm ki, uşaqlar dərsi başa düşdünüz. Video biraz uzun oldu. Amma burada mən tapşırıqları da qeyd eləmişəm deyə uzun olması normaldır. Ümid edirəm ki, mənə dəstək olmaq üçün bu dərsi bacardığınız qədər çox paylaşarsınız ki, daha çox adam görə bilsin. Gələn dərslərdə görüşərik.